Şah İsmail yolundayıq, Qızılbaş yolundayıq, böyük və bütöv Azərbaycan yolundayıq, vətən yolundayıq. Vətənimiz, millətimiz qarşısında, vətənimizin, millətimizin tarixi qarşısında bizim üzümüz ağ, alnımız açıqdır. Bizim məqsədimiz, yəni biz özümüzü tam olaraq Azərbaycanlı hesab edirik. Biz özümüzü tam olaraq Azərbaycan türkü, Azərbaycan türkmanı hesab edirik. Niyə? Çünki bütün tarixi sərkərdələrimizə sahib çıxırıq. Biz heç bir tarixi sərkərdəmizi onun dini inancına görə, dini məzhəbinə görə qınamırıq, onu tənqid eləmirik. Yəni bir söz deyim də, yəni bu günləri Şah İsmayılı qınayanlar, Şah İsmayılı təhqir eləyənlər Azərbaycana ögəyləşirlər. Niyə görə? Çünki bu Azərbaycana Azərbaycan eləyən Şah İsmayıllardır. Biz bu günləri Şah İsmayılı tənqid eləməklə, Şah İsmayılı təhqir eləməklə özümüzü Azərbaycanın milli, mənəvi, mədəni dəyərlərindən çıxardırıq, ögəyləşdiririk, yadlaşırıq Azərbaycana.